izleyiciler, gördüğünüz bu Sım kəndində yerləşən Şirhal şəlaləsi və burada gəldik. İlk nöqtəmiz idi və şəkil çəkdirən çəkdirdi. Birinci dayanacağımız və indi isə növbəti şəlaləyə gedirik. Dustaqxana və Ballıqaya şəlaləsinə biz gəlmişik o nöqtədən. İndi isə bu tərəfdən qalxırıq. Hamuşan burada değil, hamuşan başka taraf. Bugün. Врубай, сразу переходит. Şeydireceğim beni geçim ya iyi gör ne olur. Abun bakın. Gördü bakın bakın daha ne çıkacak. Ben kamlan vurmuş oldum sana. Mənzərəyə baxın, görün nə qəşəngdir. Burada da yaşayış ev var. Kimsə kənddən oralı özünə ev qurub tək evdir. Deməli, bayaqdan Darcığırana gəldik. Ərazini görürsünüz də necə yamyaşıl. Çox qəşəng yaşıllığı var. Darcığırana gəldik. İndi ikinci təyinat nöqtəmiz Ballıqayadır. Gedək mənzərə ilə sizi tamaşa edeyim. Bura bilmirəm nəyə görə hasar alınıb, belə taxta hasarlardan. Angivenəhal belə bir şey yazılıb. Angivenəhal Talış dilində adı elə gedir, Engivenəhal
Bizim dildə isə Ballıqaya deyirlər. Gördüyünüz kimi pilləkən düzəlt. Pilləkən düzəldiblər yuxarı rahat qalxmaq üçün. Ballıqaya'ya ilk biz qalxaq. Это лучшая работа в мире! Лучшая работа в мире! Лучшая работа в мире! Burada oturmağa yer də var. Dörd bir də ətrafı yaşıl meşələrdir. Və bu da Ballıqayadan Sım kəndinin görüntüsü. Hündürlüyü dəqiq bilmirəm. Və o gördüyünüz ağ evlər Sım kəndidir. Bura bizim ikinci təyinat nöqtəmiz. Mənzərəsi çox gözəldir. Və burada biraz istirahət edək. Bundan sonra üçüncü nöqtəmiz isə Dustaxana şəlaləsi olacaq. Kanalıma abunə olmağı, videoları bəyənməyi unutmayın. Like verirsəz, komment yazsaz, bu mənim videomun, kanalımın irəliyə getməsinə səbəb olacaq. Və bundan da siz mənə böyük dəstək olacaqsınız. Yəni izləmədə qalın. Üçüncü təyinat nöqtəsini də sizə çəkib göstərəcəm. Əzizləyicilər, deməli biz ikinci təyinat nöqtəmizi tərk edirik. Bura Ballıqaya adlanır və üçüncü təyinat nöqtəsinə gedirik. Digər təyinat nöqtəmiz isə Dustaxana şəlaləsidir. Deməli birinci Sım şəlaləsi və Şirhal, ikinci bu gördüyünüz ərazidəki Ballıqaya, üçüncü isə Dustaxana şəlaləsi. Gedək, həmin ərazilərdə sizlə tanış eləyim. Həmin ərazilərdə yəni olmasa da videodan görərsiniz hansı mənzərələrdir. İnşallah dəstək olmağı da unutmayın. Yəni də meşənin içərisi ilə cığırlarla davam edirik. İzləmədə qalın. A few moments later. Əzizləyicilər, gördüyünüz kimi Ballıqayadır. Biz bu cığırla gəlmişik. Meşənin içərisi ilə. Bayaqki çəkilişimiz həmin qayadaydı. Üzərində olan da bilinmir. Amma qıraqdan gördüyünüz kimi Angina Havildi nədir, belə bir şey adıydı. Ola bilər, səhv eləyəcəm, üzürü sayın. Ballıqaya. İndi isə biz yolumuza davam edək. Az olaraq bələdçilər Ballıqayanın kənardan görünüşü dedilər ki, baxın, kənardan necə görsənir. Əzizləyicilər, cığırla getdikdə burada dağ çiyələklərini göstərim sizə. Gördüyünüz kimi dağ çiyələkləri. Əziz izləyicilər, deməli Ballıqaya
yüksəkliyindən ikinci təyinat nöqtəsindən gəldik Dustaxana şəlaləsinə. Burada üçüncü təyinat nöqtəsidir. Artıq bayaqdan çay bizdən kənarı uzaq məsafədə olsa da get-gedə çaya yaxınlaşırıq. Gördüyünüz kimi birinci və digəri də oradadır. Artıq şəlaləyə yaxınlaşırıq. Yolumuz isə belə aşağı yuxarı sığırdı. Qayanın hündürlüyü çox güman ki, bıcıq ilə qalxıb şəlalə oldu. Ballıqaya ilə Dustaxana şəlaləsinin arasında 40 dəqiqəlik məsafədir. Bayaqdan yolumuz rahat idi. Biraz burada dik hündürlük var. Onu da keçək. Şəlaləyə çatdıq. Və bu da nəhayət Dustaxana şəlaləsi. Astara Sım kəndi ərazisində yerləşən növbəti gözəllik. Şirhal şəlaləsi, el adı ilə Sım, Ballıqaya və bu da Dustaxana şəlaləsi. Təxmini gəldiyimiz qədərdən Gəlin daha yaxın məsafəyə gedək. Taxtadan pilləkən düzəldiblər. Və bu da Dustaxana şəlaləmiz. Təbiətin içərisində gizlənən gözəllik. Qəşəng, sakit yerdir. Buradakı gəzintimizi də bitirəndən sonra gedəcəyik kənd evində nahar eləməyə. İnşallah videonu sonuna da izləyin. Sonunda sizdən sağollaşacağım. İzləyicilər, gördüyünüz kimi Dustaxana şəlaləsində şəkillərimizi çəkdik. Son təyinat nöqtəmizdir. İndi isə geri qaydırıq kənd evində. Nahar edəcəyik, sonra da Bakıya. İzləmədə qalın. Kənd süfrəsindən sizə görüntü göstərəcəm. Deməli, turdan qayıtdıq. Kənd evində bizə nahar süfrəsinə qonaq edəcəklər. Daha doğrusu tur pulunun içərisindədir. az da onu. Biz de onu deyirik. Ve sonuçta elleşirik. Hele ki onun sesini biraz belki çıkartalım. Gördüyünüz kimi gəldik, çatdıq. Başqa bir qrup da orada oturub nahar eləyir. Bizə də burada stol ayırıblar. İndi isə bizə deməli aş və ləvəngi olacaq yeməyimiz.
Elə bir şərait yaratmaq istəyirik ki, siz də öz eviniz kimi hiss edirsiniz. Deyərsiniz ki, filan yemək istəyirdim. Balar da ortada qallar deyilsin. Əziz izləyicilər, bugünkü turumuz artıq sona çatır. Bugün Astara Sım kəndində Şirhal şəlaləsi, Sım şəlaləsi digər adı. Daha sonra Ballıqaya və Dustaqxana şəlaləsinə dəydik. Ondan sonra gəldik bizi bu Sım kəndin girişində nahar fasiləsinə oturduq. Nahar yeməyi verdilər. Bu turun qiymətinin içərisində idi. Yenə də turu qeyd edirəm. Tour and Camping səhifəsi ilə qoşulmuşam. Turun məbləği barədə və buradakı proqram barədə özlərinə soruşa bilərsiniz. Və həmin qiymətin tərkibində Cənub mətbəxindən yemək verdilər. Yəni hər şey qaydasında, ləvəngili aş və çayımızı da içdik. Artıq yığışırıq evə sarı getməyə. Və kanalıma abunə olmağı, videoları bəyənməyi unutmayın ki, sizin qarşınıza belə videolarla çıxım. Dəstəklədiyiniz üçün çox sağ olun. Sizdən gələn bir bəyəni, bir komment və ya abunə mənim kanalımın daha da qabağa getməsinə kömək eləyir. Dəstəyiniz üçün çox sağ olun. Hələlik.